Yumurtanın rənginə görə şok araşdırma. Hansı rəng daha faydalıdır? Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Dünyada ən çox istehlak edilən qidalardan biri olan yumurta əsasən ağ və qəhvəyi rənglərdə satışa çıxarılır. Uzun müddətdir ki, bu iki növ arasında hansı daha sağlamdır sualına cavab axtarılsa da, mütəxəssislər bu rəng fərqinin daha da çox faydalı olmasını müəyyənləşdiriblər. Dəyərli izləyicilər, ilk növbədə sizlərə yumurtanın faydaları haqqında məlumat verəcəyik. Yumurta zəngin biokimyəvi tərkibə malik olan qida məhsuludur. Orqanizm tərəfindən asan 90-95% mənimsənilən yumurta qida rasionunda əsas yer tutur. Həmçinin yüksək protein, zolal tərkibli olması səbəbindən yumurta qida dəyərinə görə ət ilə eyni qrupa daxil edilir. Ümumiyyətlə, qida məhsulu kimi əsas toyuq yumurtasına üstünlük verilməsinə baxmayaraq, bildirçin, ördək, hind quşu, qaz, dəvəquşu yumurtası da insanlar tərəfindən istehlak olunur. Qeyd olunan yumurta növləri arasında bildirçin yumurtası kalsiumla, ördək yumurtası yağ birləşmələri ilə, hind quşu yumurtası sinklə, qaz yumurtası isə protein miqdarının yüksək olmasına görə toyuq yumurtasından fərqlənir. İnsanların qida rasionunda üstünlük təşkil edən toyuq yumurtası biokimyəvi tərkibinə görə vitaminlər A, B1, B2, B3, B4, B5, B9, B12, D, E, K, H, proteinlər yumurta ağında, ovalbumin, oftransferin, ovmukoid, ovoglobulin, flavoprotein, avidin, yumurta sarısında fosfatidlər, makro və mikro elementlər, kalsium, magnezium və s. kimi antioksidanlar, lutein və zeaksantin, fermentlər və digər bioloji aktiv maddələr ilə zəngindir. Yumurtanın tərkibində proteinlər 13-17%, lipidlər 11-12%, minerallar 1-2%, karbohidratlar isə 1%-ə qədər təşkil edir. Proteinlər əsasən yumurta ağında toplanmaqla tərkibində 20 məlum amin turşusunu demək olar ki, hamısına rast gəlinir. Yumurta sarısı embrionun inkişafı üçün əsas qida mənbəyi olmaqla özündə daha çox lipid, vitamin və makro-mikro elementlər ehtiva edir. Yumurta sarısında olan lesitin qiymətli fosfolipidlərə aid olmaqla orqanizmdə ürək, damar, sinir və həzm sistemi orqanlarının funksiyasına müsbət təsir göstərir. Yumurta ağının tərkibində olan lizosim fermenti bakterisil xüsusiyyətlərə malikdir. Bu da yumurtanın mikroorqanizmlərin təsirindən qorunaraq xarab olmasının qarşısını alır. Qeyd edək ki, yumurtanın tərkibində olan ovomusinin miqdarı 200% təşkil edir. Bu da yumurta ağının gel şəkilli və tamlığının pozulmayan şəkildə olmasını təmin edir. Yumurtanın tərkibində olan lutein və zeaksantin təbii karotinoidlərə aid olub, yumurta sarısında toplanır ki, bu isə onun sarı çalarlı olmasını təmin edir. Yumurtanın tərkibindəki lipidlər doymuş və doymamış ali yağ turşularından təşkil olunur. Doymuş yağ turşularına miristin, plamitin, stearin, araxain turşularını, doymamışlara isə olein, palmitolein, linol, linolin, araxidon turşularını şamil etmək olar ki, bu turşu kompleksi omega 3, omega 6 və omega 9 şəklində təmsil olunur. Sterollardan yumurtanın tərkibində xolesterolun miqdarı 200-220 mg təşkil edir ki, bu da insanın gündəlik xolesterol ehtiyacının təxminən 3/2 hissəsinə bərabərdir. Zülalların 100 ballı qiymətləndirmə sistemində isə yumurta zülalı 97,3 balla qiymətləndirilir. Beləliklə, yumurta faydalı bir qidadır. Almaniya Yumurta İstehsalçıları Federal Birliyi qəhvəyi yumurtalarının istehsalına məhdudiyyət tətbiq etmək barədə qərar qəbul edib. İlk olaraq bu qərarın sağlamlıqla əlaqəli olduğunu düşünülsə də, bu addımın iqtisadi cəhətdən atıldığı üzdə çıxıb. Bu qərar Niderland, Belçika və Fransa kimi ölkələrdə də tətbiq edilməyə başlayıb. Qeyd edək ki, yumurtanın rəngi toyuğun cinsi ilə bağlıdır. Toyuqların
Qulaqcığının rəngi onların ağ ya da qəhvəyi yumurta qoyacağını əvvəlcədən göstərir. Araşdırmalara əsasən ağ yumurta verən toyuqlar həm daha az yem yeyir, həm də daha məhsuldar olur. Almaniya Yumurta İstehsalçıları Federal Birliyinin rəhbəri Henner bildirib ki, ağ yumurtaların istehsalı həm də ucuz başa gəlir, həm də toyuqlar daha uzun ömürlü olur. Bu da fermerlərə daha uzun müddət məhsul almağa imkan verir. Mütəxəssislərin fikrincə, ağ və qəhvəyi yumurtaların insan sağlamlığına təsiri baxımından heç bir fərqi yoxdur. Amma iqtisadi üstünlüklərə görə gələcəkdə qəhvəyi yumurtaların bazardan tamamilə çəkilə biləcəyi ehtimal edilir. Dəyərli izləyicilər, məşhur səhər qəlyanaltısı olan yumurta tərkibindəki qida elementlərinin faydasına görə insanlar tərəfindən sevilən yumurtanı alarkən onun rəng fərqliliyinə deyil, kənd yumurtası olmasına önəm verməlisiniz. Dəyərli izləyicilər, bir videonu hazırlamaq üçün məlumatlar toplamaq, videoya çəkmək və izləyicilərə daha dəqiq çatdırmaq üçün nə qədər məsuliyyət və zəhmət tələb edir. Sizlərdən də bizim kanal heyətimizin zəhmətini qiymətləndirərək, paylaşdığımız videoları bəyənərək, bəyənmə düyməsini basmağı bizdən əsirgəməyin. Biz də kanal heyəti olaraq baxdığınız videoları dəyərləndirdiyinizi gördükcə daha da həvəslə faydalı məlumatları izləyicilərimizə çatdıraq. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.